to be, but you can't stay away from me. I can still hear you making that sound, taking me down, rolling underground. You could pretend that it was me, but no. Baby, I'm praying on you tonight, and you don't you lie, just like animals, animals like animals moans. Baby, you think that you can hide, I can smell yourself from mine, just like animals, animals like animals moans. Baby, I'm safe around, and I don't know, you're still in my head if I ever stop, so you can do what you wanna do. I overlast a little more, but don't deny the anymore. That comes along with the more I saw you. Yeah, you could start over, you could run free, you could find other, what should they see? You could pretend it's meant to be, but you can't stay away from me. Baby, I'm praying on you tonight, and you don't you lie, just like animals, animals like animals moans. Baby, you think that you can hide, I can smell yourself from mine, just like animals, animals like animals moans. You don't lie, la la la, you can't deny, na na na, the beast inside, sa sa side, yeah yeah yeah. No, girl, don't lie, la la la, you can't deny, na na na, the beast inside, sa sa side, yeah yeah yeah. Bravo! Bravo! Bravo. Detektivler! Hamı birden danışmaq istəyir deyəsən. Danışmaq istəyir. Gəlin danışaq hamımız birdən. Buyurun Coşkun, Hamımız danışaq. birdən danışaq. At, sən bizi valih elədin. Öz çıxışından biz bir daha rəqs qrupuna öz təşəkkürümüzü bildiririk. Halal olsun. Səhnə səni çox sevir. Qırat, sən də səhnəni çox sevirsən. Həm performansın, həm çıxışın möhtəşəm idi. Sən bir... Mən elə gəlir ki, buradakı detektivlərin hamısının favoritinə çevrilmişsən. Halal olsun sənə. İçindəki hər kimdirsə, 100 dəfə alqış. Baba, o kimdir? İçindəki kimdir? Coşkun bəy. İndi deyim, Bəli. bu mənim təxminimə görə Çingiz Mustafayevdir. Çingiz Mustafayev. Çingiz Mustafayev. Nətər dedim? Maraqlıdır. O mənim təxminim Qəşəng idi ötən həftələrə. Bir halallan ver də. Halal xoşunuz. Bir yerdə işləyirik. Axı biz bir komandayıq dostlar. Bəli. Bəli. Kamilə xanım, sizin təxmininiz kimdir? Mən hələ də öz versiyamda qalıram Fəxridir. Fəxri? Aha. Aydındır, teşekkürlər. Murad, siz danışın. Ötən həftələrdən ağlımda bir ad var. Hələ onu deməmişdim at üçün. Deməmişdiniz, bugün deyəcəksiniz, indi deyəcəksiniz Murad. At Muraddır. Söyleyin bize Murad. At Muraddır. Murad. Kim Murad? Sənə çatmır əlim, necə yanına İlqar Xəyal. gəlim. Bəli, bu İlqar Xəyal ola bilər. Amma O da deyil. Amma anam bilməsin. Amması var. Aha. Məni at çaşdırdı. Mən İlqar Xəyala doğru gəlirdim bugün. Bəlkə İlqar Və Xəyalın burada cümlə oğludur. var idi, xəyallarım gerçəkləşməlidir və s. Və bu dedi ki, mənim cümləni belə deyək, müxtəsəri bu idi ki, mənim istedadım təsadüfi deyil, çünki mən Koroğlunun oğluyam. İlqar Xəyalın Bu oğlu. səs Azərbaycanın ulduzu İlqar Xəyalın oğlu Tima da ola bilər. Teymur ola bilər. Çox maraqlıdır Murad. Çox. Teşekkürler, minnettarım. Mən düşünürəm kimdirsə bizi Eurovision'da təmsil edib ya da təmsil edə bilərdi. Hə, çünki çox xarizmatik, özündən razı, özünə əmin biri olan bir insandır. Mən belə düşünürəm. Sonra boyu Əmin səndən kişidir, daha özü də əmin uzundur, boyu səndən daha hündürdür. Sonra nədir?
Buna baba. Ağaya baxın. Hə. Hələ ki dəqiq bilmirəm. Düşünürəm bəlkə Fəxridir. Fəxri. Ola bilər. Maraqlıdır. Fəxri, Kamilə xanım da xüsusi olaraq Fəxrinin adını dedi. Faiq Ağayev isə hələ düşünür. Çünki bir neçə ad var güman ki. Mən hələ də o nömrənin təsiri altındayam. Bax o show business deyirsə, artıq ikinci dəfədir bunu deyirəm. Show business deyirsə, bax budur show business. Laqqırtı, kimisə dalıca danışmaq, yırtıq paltar geyinməklə show business olmur. Bax, əsl budur. Mən quruluşçu rejissora təşəkkürümü bildirirəm, rəqqaslara təşəkkürümü bildirirəm. Hamıya, bu dekoru hazırlayanlara təşəkkürümü bildirirəm. Hələ də təsir altındayım. Mən də burada əvvəlcədən yazılmışdı. Mən fikirləşdim ki, bizi Avrovision'da İlkin Dövlətovla bərabər təmsil edən Fəxridir. Mənə elə gəlir ki, Fəxridir və sinirlərinə nədənsə hakim ola bilməyən bir insandır. Ona görə bayaqdan bir ayağının üstündə, ora bir ayağının üstündə, bura biraz belə sinirli insandır, mənə elə gəlir. Fəxri ilə ünsiyyətdə olmuşuq. Çox sakit, təbiətli insandır, amma səhnəyə çıxanda bambaşqa olur. Dəyişir. Mart ayındandır. Burada bürcülər üzrə baş ekspert, tək ləhcələr yox, bürcülər üzrə. Dillər üzrə də ekspertdir. Ləhcələr üzrə. Amerika yazıları. Mən istədim ki, Nigar xanım, mən sizə sual verim ki, İngilis dilində oxudu Qırat. Necə oxudu? Hər hansı bir dinləyirdiniz də, diqqətlə də qulaq asırdınız, görürdüm. Necə oxudu? Buyurun Nigar xanım, eşitmək istəyir. Bax, sizin fikirləriniz Yaxşı var. oxudu əslində. Mən ona görə deyirəm ki, kimdirsə, ya bizim ləhcə normal, hər şey okeydir. Yəni, kimdirsək, ya bizi təmsil eləmişdi, ya təmsil edə bilən bir insandır. Etməlidir. Etməlidir. Və Faiq Ağayev də Fəxri adını söylədi, düzdürmü? Əvvəlcədən düşünürdüm ki, Fəxri ola bilər. Amma mənim belə alqışım Murad Arifədir ki, o Teymuru söylədi, İlqar Xəyalın oğlunu söylədi. O da, bax, bu belə uğurla çıxış Teymur Hənifəyev. Bəli, bəli. Dəyərli detektivlər, indi təbii ki, At, Qırat özü haqqında 2 məlumat deyəcək. Auditoriya hazırıq mı onlara kömək eləməyə? Bəli, hazırıq. Özü haqqında 2 məlumat deyəcək. Biri səhvdir, biri doğrudur. Siz də təbii ki, alqışlarınızla kömək edəcəksiniz detektivlərə. Ondan sonra detektivlər düşünsünlər. Qırat, özün haqqında 2 məlumatı söylə. Birinci məlumat, buyur. Ötən Maska Show'dan 3 nəfərlə duetim var. Ötən Maska Show'dan 3 nəfərlə duetim var, dedi. Sonra ikinci məlumat. Repertuarımda musiqisini özüm bəstələdiyim mahnı var. Repertuarımda musiqisini özüm bəstələdiyim mahnı var, dedi. Birincidə dedi ki, ötən Maska Show'da 3 nəfər iştirakçı ilə duetim var. Sonra dedi ki, repertuarımda bir musiqi var ki, onu özüm bəstələmişəm. Auditoriya ikinci məlumata daha çox doğrulamış oldu detektivlər. İndi mən yalanlayım. Buyurun, Murad. Mən yalanlayım. Siz yazın, mən pozum. Demək, ötən Maska Show'sunda müğənnilər. Скажи, Natasha. Da. Demək, Eldar Qasımov, Miri Yusif, Dilarə Kazımova, Aşıq Samirə, Nadir Rüstəmli. Gəlin, baxaq görək. Eldarın kimdən dueti var? 1. Bitti. Miri Yusuf'un kimlə dueti var? O Nigar Camal'dır. Bəs sən kimsən? Açmaz qapı. Bu variant uyğun gəlmir. Çünki ötən maskadakı müğənnilərin heç kimin belə bir duet ortağı yoxdur. Özü yazan mahnı. Özü mahnı yazıb, onu... Ola bilər. Ola bilər. O da özü yazan müğənnilər var ki. Sən mənim canım, sən elə hirsli durmuşsan, mən də hirslərinə. Ay sağ ol, qəşəng belə. Atsan da belə heykəl kimi dur. Tərpənmə ora bura, qaşınır. Son təxmininiz. Son bilmirəm, elə belə. Papa ayaqları bilirdiniz, axı nə oldu? Uca bilmirəm. Artıq bilmirsiniz. Amma dəqiq bilirəm kimdirsə Eurovision'la nəsə bağlı bir şeydir. Ad söyləsəz kimi söyləyəcəksiniz? Yenə də eyni adda qalırsınız. Hələ qalsın. ki deyəcəm, ya Fəxridir, ya bilmirəm, ya Suel. Ya Fəxridir, ya bilmirəm. Məndə daha bir versiya var idi ötən verilişdə. O da hələ aktualdır. Fərid Həsənov bizi Türk Vizyanda qələbəyə gətirən Fərid. Mərdan da ola bilər, Mərdan. Buyurun Coşqun bəy. Mərdan da ola bilər. Mərdan Kazımovdan söhbət gedir. Bəli. Mərdan da Eurovision'da.
Nə dəxli var? Heç adlı deməliyəm də sən də. Burada niyə Kamilə oturmuşsun xanım? sən də? Kosmos. Elnuru da Kosmos. düşünürəm. Elnuru da düşünürəm. Elnur Nəsə Hüseynov. ağlımdan keçir ki, Elnur Hüseynov da ola bilər. Amma hələ ki atlar sədaqətli olurlar, sadiq olurlar axı öz fikirlərinə. Birinci dəfə atı gördüyümdə fəxri söyləmişdim. Elə bugün də elə fəxridən yan alaraq yola davam edirəm. Maska arxasında fəxri də deyirəm. Buyur Murad. Mən düşünürəm ki, İlqar Xəyalın oğlu Timad. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Qırat maskası arxasında kimdir? İkinci qarşı durmanın sonuna gəldik, çatdıq. Birazdan səs vermə olacaq. Cücəni dəvət edirik. Cücə burada, Qırat burada. Səs verməyə keçirik, hörmətli, dəyərli auditoriyamız. Hazırlığımız səs verməyə. Yox, tələsməyin. Amma Yox. səs verməyə keçməmişdən öncə detektivlərimizə bir qulaq asaq. Görək detektivlərimiz. Amanın günüdür. Mən bir şey... Nə oldu, Murad? Mən həyəcan təbili çalmaq istəyirəm. Buyurun. Aha. Nə həyəcanıdır bu? Verin təbili çalım da. Təbil verin, zəhmət olmasa. Zarafat bir yana, baxanlar, izləyənlər bilir ki, mən düzdür, keçən səfərdən cücanı pişirirəm. Amma məsələ bu deyil. Mən bilirəm, dostlar, bax, hamınıza səslənir. Bax, üzümü tuturam sizə. Hamınıza səslənirəm. Mən bilirəm ki, maska şousu səs yarışması deyil. Mən Bəli, bunu vokal anlayıram. yarışması deyil. Amma bizə hərdən bu layihədə həm də möhtəşəm performanslar lazımdır. Buna ehtiyacımız var. Sözümü nəyə gətirirəm? Çıxmağa namizəd bizi yad planetli gözləyir. Və hal-hazırda burada at var. Mən çox qorxuram o finaldan ki, bugün ya yad planetli ya da at geçsin. İstəmirəm mən bunu. Çox xahiş edirəm, cin atını bu riskə buraxmayın. Qıratı. Yenə ma. Qıratı. Qır atdı, cin atdı, qalmalıdır. Xahiş Siz edirəm. istəyirsiniz ki, Murad, cücənin maskası açılsın. Cücə bağışla məni, məzəlisən, şənsən, əyləncəlisən. Amma biz bir neçə dəqiqə öncə elə bir Aydındır. performans izlədik. Çox sağ ol. Animals möhtəşəm idi. Möhtəşəm idi. Animals... Təşəkkürlər Murad, təşəkkürlər. Buyurun Nigar xanım. Mən atı seçirəm. Atı, qratı, pardon. Qıratı. Yox, seçirəm necə maskasını çıxarmaq. açım, qalsın. Cücənin maskasını çıxarmasını Onu istəyirsiniz. pişirsin, bu qalsın. Всё. Aydındır. Buyurun Coşqun bəy, sizlə davam edək. Sən də durdu. Hamı bu gün ayağa durur Ayaq- deyəndə. ayaq Hə, üstə, vallahi üçün. belə dedilər. Təsirli olur, elə təsirli olur. Təsirli Yuxarıdan olmaq üçün gəldi. də Murad deyir təsirli olur. Xahiş edirəm, Məsləhət Coşqun verin. müəllim, Hoş xilas gördük. edək. Necəsiz? Yaxşısınız? Muradın qərarıdır. Xahiş edirəm. Yaxşı. Biz sizə təsir eləyə bilərikmi, bilməyərikmi? Doğrudan da Murad çox gözəl qeyd elədi ki, burada səhnədə çıxış eləməkdən əlavə peşəkarlıq və göstəricilik vacib amillərdən biridir. Cücə, sən yordun məni. Mən istəyirəm sənin üzvü görüm. Deyim pis çıxış Cücəni elədin. görmək Yox. istəyirsiniz. Cücə, səni üzvü Aydındır. görmək istəyirəm. Çox sağ olun, təşəkkürlər Kamilə Babayeva. Bax, mən bu şou başlayandan mənim favoritim Qıratdır. Mən axı öz seçimimə, nə bilim, sədaqətsizlik edə bilmərəm. Naxələf ola bilmərəm. Odur ki, naxələf ola bilmərəm. Odur ki, mənim
qəlbimdə məxsusi bir yeri var Qıratın və mən çox istərdim ki, Qıratı hələ biz bu səhnədə çox görək. Aydındır. Amma Cücə, sən də çox şirinsən. Amma Çox, Cücənin çox maskasının şirinsən. açılmasını istəyərdiniz. Aydındır, bu məsləhəti gördünüz. Auditoriya və Faiq Ağayev. Nömrəyə qalsa hər iki nömrə möhtəşəm idi. Həm Cücənin aşpazlarla olan rəqsi, həm Qıratın bizim rəqqaslar görürsüz, hətta akrobatik nömrələr elədi. Hər iki nömrə bir-birindən çox fərqli olsa da, hər ikisi çox maraqlı idi. Amma Cücə mənim üçün bir rebusdur. Elə bil uşaqlıqda mən Rubiki vaxtında yığa bilmirdim də. Biz oynayırdıq, mən deyək ki, 2 dəqiqəyə gərək bütün tərəflər eyni rəngdə olaydı da. Həmişə ancaq sarı rəngləri yığırdınız, hə? Mən 2 dəqiqəyə sığışmırdım da. Çatdırma o vaxtdan mənim bax bu rebuslara belə daxili zəhləm var. Qıcıq. Qıcığım var mənim. Və ona görə mənim üçün Cücə belə rebus deyib, adam istəyir, o uşaqlar olur, oyuncağı götürür, öyrənmək istəyir ki, nə var orada, yerə çırpır belə. Mən təbii ki, Cücəyə əl qaldırmaram ömür boyu, şirindir, çox gözəl Amma yordu da bizi Amma də. yer. Amma maskası açılsın da, baxaq görək ki, bu dadlı Kimdir bu nömrələrin, məşhur, dadlı nömrələrin performansı göstərən bax o insan kimdir? Mənə çox maraqlıdır. Şirin cücəmiz, şirin cücəmiz. Teşekkürler. Detektivlere eşittiniz auditoriya. Amma indi siz səs verəcəksiniz. Baxaq görək, kim növbəti mərhələyə keçid alacaq? Kim bugün maskanı açmağa namizəd olacaq? Əgər siz Cücənin maskasının açılmasını istəyirsinizsə, A düyməsini sıxacaqsınız. Əgər siz atın, Qıratın maskasını çıxarmasını istəyirsinizsə, B düyməsini sıxacaqsınız. Səs vermə, başlasın. Auditoriya səs verir. Görəsən onlar detektivlərin məsləhətinə qulaq asacaqlar, yoxsa öz bildiklərini edəcəklər? Həyəcanlıyıq, bizə maraqlıdır. Hansı maska növbəti mərhələyə keçid alacaq? Stop! Yalanlarını stop. Səs vermədə yansın. Yalanlarını stop. Bu andan etibarən səs vermirik. Görəsən Cücə yesin sizi. auditoriya hansı maskanın açılmasına səs verib? Cücənin maskasının açılmasını istəyirsiniz? Yox ya, belə film. Atın. Nə danışırsınız sizi? Maraqlıdır növbəti mərhələyə. Yat Hansı bayatlı qırat maska edə final, gedəcək? final. At yoxsa cücə? Cücə? At. Növbəti mərhələyə gedir. At. Növbəti mərhələyə gedir. Qırat! Bəli, Qırat növbəti mərhələyə gedir. Və biz onu növbəti mərhələyə yola salırıq. Buyur, Qırat. Gedirsiniz növbəti mərhələyə.